Bəli, silah göndərə bilər, avtomat silahı göndərə bilər bir neçə dənə. Bu özü əgər Şimali Koreyadan mərmi dilənirsə, ondan sonra Çindən mərmi dilənirsə, başqa ölkələrdən pul, nə dilənirsə və Ukrayna cəbhəsində ordu ciddi səfalət içərisindədirsə, İrana nə verə biləcək? Heç nə, verəcəyi heç nə yoxdur. İran da bunu bilir. İran bəzən deyir ki, kömək etmədilər. Çin sənə kömək edəcək, etməyəcək, hiləgər bir dövlətdir. Öz maraqları üçün çalışır. Rusiyanın istəsə verəcəyi heç bir şey yoxdur. Bir neçə təyyarə gəldi, getdi, biraz silah gətirdi və bir də ki, marşrutu öyrənirdi ki, buradan qaçan olsa, liderlərdən kimsə Moskvaya qaçmaq istəsə, o yolu tam təhlükəsiz eləmək üçün təyyarələr bir növ məşq edirdilər. Rusiya bu məsələdə heç nədir, heç kimdir. Əgər Rusiya bu məsələyə tutalım ki, qoşulmaq istəsə, nüvə silahı ilə təhdid eləmək istəsə, o da ömründə ola bilməz. Belə şey olsa, onda Amerika Rusiyanı tamamilə darmadağın edir. Tamamilə darmadağın edir. Elə Avropa ölkələrdə hamısı. Bütün indiyənə qədər Avropa ölkələrindən tutmuş, bütün mədəni dünya geridə qalmış, cəhalət içərisində əzab çəkən İran xalqını bu cəhalətdən, bu mollar zülmündən qurtarmaq üçün səy göstərmirmi? Səy göstərir. Hamı istəmirmi ki, iki rejim var. Əfqanistandakı molla rejimi, İrandakı molla rejimi. İrandakı molla rejimi daha belə qorxuludur və daha təhlükəlidir. Birincisi nüvə silahına can atır. İkincisi isə öz siyasi sistemini, yəni dini siyasi sistemini bütün dünyaya yaymaq kimi xam xəyallarla yaşayır. İran hilaləsini, yarım ayını bütün dünyaya yayacaq. Ən azından birinci mərhələdə yaxın şərqə yayıb azadlıq Aralıq dənizinə çıxacaq. Bunu açıq surətdə deyirlər. Bunu açıq surətdə deyirlər ki, İsraili silib yer üzündən atacaq. Lazım gəlsə Amerika ilə də müharibə aparacaq. İndi müharibənin o həddi gəlib çatıbdır. İndi Amerikanın prezidenti gah nala vurur, gah mıxa vurur, amma bütün bunlara baxmayaraq Avropada, başqa dövlətlərdə, Avropanı, elə dərin dövlət deyilən dövlət də onu məcbur edəcək ki, indiki halda, əgər bu dəfə yoxsa, daha heç bir dəfə belə fürsət ələ düşməyəcək. Ona görə də bu mütləq baş verəcək. Avropalılar da deyir bunu, Amerikalılar da deyir, bütün dünya bunu deyir. Kimi gətirəcək? O birləşdirici figur kimdir? Bax, Xameynin Pəhləvidirmi, yoxsa kimdir sizcə? O ən çətin məsələ, çətin sualdır. Lap rejim getdi, kim olacaq orada? Rejim gedəndən sonra bütün dövlətlərdə inqilabdan sonra bir qarma-qarışıqlıq, xaos, nə bilim, tərəflərin mövqelərini... Və İran kimi mürəkkəb bir ölkədə bu lap çətin olmalı. Lap çətin olacaq. Yəni, ABŞ ona imkan verərmi? Yəni, öz namizədini dəfələrlə təqdim elədi. Bax, indi ötən gün Pəhləvinin oğlu çıxır, danışır ki, mən İsraili dövlət kimi tanıyacağım. O qədər belə özünü təqdim elədi ki, Qızıl Nimçədə ki, mən niyə görmürsən? Belə baxanda elə özlərinin layihəsi deyilmi Xamneyinin oğlu? Amma İranda da deyirlər ki, belə fikirləşirlər ki, yəni təhlilçilər ki, o gələrsə İran parçalana bilər və s. və ilaxır. O gələrsə, elə bil ki, yağışdan çıxıb yağmura düşmüş kimi bir şeydir. Yəni İranın yağışdan çıxıb? Çünki molla ilə şahlıq rejiminin, şahənşahlıq rejiminin heç bir fərqi yoxdur. Görün ki, bunlar dünyaya nə qədər yanlış məlumat verirlər ki, bizim qəzetlər də, başıboş qəzetlər də burada onu yazır. Güya İranda əhalinin 61 milyonu farsdır, 16 milyonu
Azərbaycanlıdır, yerdə qalanlar da xırda-xuruş xalqlardır. Bu qədər əczablıq olar və bunu yazan Azərbaycanlı qəzetin redaktoru. Sənin dünyadan xəbərin yoxdur, savadın, təcrübən yoxdur. Belə 42 milyon Azərbaycanlı var, 2 milyon türkmen var, 1 milyondan çox Qaşqay türkləri var və s. və s. Cəmi 18 milyon fars var. Bunu dəqiqləşdiriblər, dəqiq öyrəniblər. Bu nədir xalqın içərisində belə qarma-qarışıqlıq, ruh düşkünlüyü salmağa çalışırsınız. Hər halda İran inqilabı ətrafında, bəziləri inqilab deyir, bəziləri üsyan deyir. Nədir əslində adı? İnqilab. Orada baş verənlər inqilab idi deyirsiniz. İnqilabdır. İnqilaba... Bayaq dediyiniz inqilabın şərtləri orada özünü göstərir. Göstərir. Yuxarılar idarə edə bilmir, aşağılar da əvvəl kimi yaşamaq istəmir. İnqilab köklü dəyişiklik deməkdir. İnqilab özünün son hədəfinə hələ çatmayıbdır, çatacaq. İnqilab əgər bu rejimi süpürüb yerinə başqa bir rejim gətirəcəksə, sözün əsl mənasında inqilabdır da. İnqilab köklü dəyişikliklər sistemi deməkdir. O köklü dəyişikliklər sistemi də yavaş-yavaş özünə yol açır. Rusiyada Böyük Oktyabr Sosialist İnqilabında matroslar girdilər qış sarayına, Çar və onun ailəsini tutdular. Gözətçilər də, qarovulçular da, nə bilim, axrana da bunlara müqavimət göstərmədi. Götürdülər, apardılar, Sibirdə güllələdilər. Bu, amma orada hazır Bolşeviklər partiyası var idi. Orada hazır formalaşmış ideologiya var idi. Marksist-Leninçi ideologiya var idi. Cəmaət bu ideologiyaya yiyərləndi və nə edəcəyini bilirdi. Düzdür, orada da çoxlu yanlışlıqlar və s. oldu. Burada da ideologiya şəklində dini ideologiyadır. O dini ideologiyaya adamlar nifrət edir. Quran yandırılan bir ölkədə, məscid yandırılan bir ölkədə hansı dini ideologiyadan danışmaq olar? Ona görə də mollaların ölkədə heç bir nüfuzu yoxdur. Çünki hamısı rüşvət alıb, hamısı yağın balın içərisində yaşayır. Uşaqları xaricdə, nə bilim, harda oxuyur. Ondan sonrasına cəmaata isə qan uddururlar. Bu əsrdə adamı asırlar, özdə kran maşınlarından və yaxud dar ağaçlarından. Bu, nadanlığın, cəhalətin bariz nümunəsi deyil məyər? Dünyada ölüm hökmü yoxdur. Hətta Mozambikdə ölüm hökmü yoxdur. Bunlar isə özlərini, belə deyək, İslam dünyasının ən qabaqçı ölkəsi adlandırırlar. Adamları kranlardan, dar ağaçlarından asırlar. Adamları günlərlə boğazına qədər soğuk suyun içərisinə salıb, o suyun içərisində salırlar. Oradan çıxaranda adamlar yarımcan çıxır və 2-3 gündən sonra ölür. Çox əzəzil. Bəs Allah haqqında bunlar müxtəlif müddəalar, möcüzələr söyləyir. Allah rəhimdildir, Allah bağışlayandır, Allah nə bilim insana həmişə güvənəndir. Siz niyə güvənmirsiniz? Allahın yerdə elçisi elan edibsiniz özünüzü. O insan da yemək istəyir, o insan da iş istəyir. O insan da bu ölkədə doğru istəyir ki, bu ölkənin sahibi kimi ona da bir insan kimi yanaşsınlar. Siz yanaşmırsınız. Gülləni snayperlə adam vururlar, dinç dövrdə, inqilab deyil, bu zaddır. Hətta dünən deyirdilər ki, adamlar gözlərindən atırlar, gözlərindən. Elə bir açıqlamadan. Düzdür, ola bilsin, informasiya müharibəsidir, bəlkə kimlərsə nəyisə şişirdir.
Amma dünən bir xəbər paylaşılmışdı ki, insanlar, statistika vardı İnsan Haqları Təşkilatının ki, adamların çoxsunun gözləri, hər iki gözündən, yəni güllə ilə vurulubdur və adamlar ömürlük kor, yəni həkimlər gözlərini çıxartmaq məcburiyyətində qalıblar. Belə dəhşətli hadisələrin baş verdiyi... Görün bunların içərisində nə qədər kin var. Görün bunlar öz vətəndaşlarına necə nifrət edirlər. Görün bunlar İran xalqına nə qədər xoş olmayan hisslər bəsləyirlər. Ona görə də bu rejim getməlidir. Bu rejim dünyaya pis nümunədir, çox pis nümunədir. Aydındır.